Xoş gördük hər birinizi, əziz və hörmətli izləyicilərimiz. Quran-ı Kərimin Hud surəsində Allah buyurur ki, həqiqətən Allah yaxşı iş görənlərin mükafatını puç etməz. Əlimizə Allahın bu gözəl müqəddəs ayəsini əsas tutaraq, bugün 14 yanvar 2026-cı ildə əlamətlər bir gündür. Belə ki, gözəl insan, kəndimizin, elimizin, obamızın değerli xeyrəçi bir oğlu, 2 nəfər xeyrəçi qardaşımız gözəl bir işe imza atıblar. Allah hər birisinin mükafatını versin. Belə ki, Ləmanran kəndindən bir nəfər həyat yoldaşı vəfat etmiş xanım ve oğlu hərbi xidmətdə olan və həddindən çox acınacaqlı, böyük bir ehtiyat içində olan yoxsul bir ailə mənə zəng etdi. Dedi, Baxşeş müəllim, 2 gündür evimizin ışığı yoxdur, ışığımız limiti bitib. 2 gündür şam yandırırıq. Həm də evlərində ərzaq yox idi. Dərhal mən bizim Ləmanran Kənd Xeyriyyə Cəmiyyətimizdə, kanalımızda paylaşım etdim. 15 dəqiqə içində mənə zəng gəldi. Rusiyanın Talyati şəhərində yaşayan Ləmanranlı xeyriyyəçi qardaşımız, mənim ata-baba qohumumuz, kirbəmiz, Marif Əminin oğlu Əliyev Qalib qardaşımız zəng etdi ki, Baxşeş müəllim, 50 manat vurdum sizin kartınıza, kanalınızın kartına. Və bundan da sonra Sahib Əminin oğlu Əlyaqub qardaş da 5 manat göndərdi. Beləliklə mən 55 manatı göndərdim oğlum Tahir kartına. Tahir getdi həmən ailənin evindən işığın demək kartını götürdü və qazlarının kodunu götürdü. Getdi aparatdan 15 manatının demək ki, qaz limitini artırdı, 15 manat da işıq limitlərini artırdı. Qalanına da ərzaq alıb aparıb həmən ailəyə təqdim etdi. Beləliklə həmən ailənin evində işıq yandı, bir daha qaranlıqda qalmadı. Allah heç kimi qaranlıqda eləməsin, heç kəsin çətinlikdə eləməsin. Allah bütün yaxşılarımızı var eləsin. Mən kanalımız adından, Ləmanran Kənd Xeyriyyə Cəmiyyətimiz adından, bütün Ləmanran Kənd ahalisi adından bizim xeyriyyəçi qardaşımız, bütün aksiyalarımıza həmişə dəstək verən Rusiyanın Talyati şəhərində yaşayan Əliyev Qalib qardaşımıza, Marif Əminin oğluna təşəkkürümü bildirirəm. Həmçinin bütün aksiyalarımıza dəstək verən Əlyaqub qardaşıma minnətdarlığımı bildirirəm. Tahir balam da sağ olsun, bilən Elçin qardaşım maşınla aparıblar. Ailə həmin ərzağı təqdim ediblər. İşıqlarının da, qazlarının da limitini artırıblar. Həmin kadrı da Tahir balam çəkib göndərib mənə indi sizlərə təqdim edirəm. Allah can sağlığı versin. Bütün kəndimizin bütün işlərində, az səmətli ailələrə, xəstələrin müalicəsində, Ləmanranla bağlı yurdumuza, dövlətimizə dəstək olan bütün insanlarımıza öz təşəkkürümü bildirirəm. Allah can sağlığı versin. Qalib qardaşıma 50 manat etdiyi dəstəyə görə, Əlyaqub qardaşımıza da etdiyi 5 manat dəstəyə görə təşəkkürümü bildirirəm. Uca olan Allah Teala Quran-ı Kərimdə buyurur ki, and olsun ki, hər kəs etdiyi xardal dənəsi boyda yaxşı işin mükafatını alacaqdır. And olsun ki, hər kəs etdiyi xardal dənəsi boyda pis işin mükafatını alacaqdır. Mən şadam ki, bizim Ləmanran kəndimizdə, Azərbaycanımızda Qalib qardaşımız kimi, Əlyaqub qardaşımız kimi və bunlara bənzər bütün yaxşılar elinə, obasına, vətəninə, az səmətli ailələrə, xəstələrimizə, imkansızlara və kəndimizin abadlığına, vətənimizin abadlığına dəstək verib, gözəl savab qazanırlar, axirət üçün öz mükafatlarını kazanırlar. Allah can sağlığı versin. Bir daha təşəkkürümüzü bildiririk. Əziz və hörmətli izləyicilər, kanalımıza abunə olun, şərh yazın, like edin və paylaşın. Paylaşın ki, Ləmanran kəndimizdə, vətənimizdə Qalib qardaşımız kimi və Əlyaqub qardaşımız kimi bütün yaxşılarımızı, eləcə də bütün xeyriyyəçilərimizi bütün dünya tanısın. Allah mükafatımızı versin. Salam izləyicilər, hər birini salamlayırıq. Bütün Ləmanranları salamlayırıq, cəmiyyətlərimiz üzvlərini salamlayırıq, dəstək olanları hamımızı salamlayırıq, Allah köməkləri olsun. Deməli, atam Baxşeş müəllim atır 55 manatla, 15 manatın işığa, 15 manatın qaza, 20 manatın ərzaq. Nə yapılırsa ərzaq. 15 manat şimdi yazdıqlar nə lazımdır, aldım çolpası, yəni çörək, hər şey nə lazımdır aldım. 5 manatda özlərini təfil edirik, nə lazım olsa özləri olacaq. Allah dəstək olan əmin 2 nəfər ki, əmin biri 50 manatı, biri 5 manat. Allah ikisinin də kömək olsun, lafını qeyd edirik. Allah ümumiyyətlə kəndimizə dəstək olan hamı kömək olsun. Qaqam da gəlib deyir, maşını öz köməyini eləyir. Sağ olsun, Allah kömək olsun. Əzizlər, bir də sizi kamera arxasından yox, ön tərəfdən salamlayırım. Bu səfər özlə.
fəaliyyətdə, Baxşiş müəllim kanalı fəaliyyətdədir. Əziz izləyicilər, atam 55 manat atmışdı, indi özü deyək şimdi. 5 manatın şəxsən üzərinə təqdim edirəm. Sağ ol, hoşuma gəldim. Allah canlarını sağ eləsin. Hər kim yığıb, göndərib, 50 manatın da 5 manat təqdim etdim. 50 manatın da 15 manatın qaza 15 manatın qazını çəkin çəkib atırıq cəmiyyətə. 15 manatı telefonla vurdum, onu çəkin atıram cəmiyyətə. 20 manatına da ərzaq alıb, mən yaxından çək ərzaqları. Nə lazım oldu özlərində aldım. Allah Çeklər canlarını sağ buradadır. eləsin, başına dön. Çəkişini çəkib atırıq. Allah dəstək olan 2 nəfərəmin deyib bir. Allah canlarını sağ eləsin. Allah Taala ölənlərinə rəhmət eləsin, balalarını sağ eləsin, öz canlarını sağ eləsin. Ki mənim qaranlıqda qoymadılar. Bir körpə uşaqla qalmışdıq qaranlıqda. Mən olanları bir heç kimi qaranlıqda qoymadım. Allah canlarını sağ eləsin. Allah köməkləri olsun. Ölənlərinə rəhmət eləsin. Baxşiş müəllimə də təşəkkürümü bildirirəm. Kanalına da təşəkkürümü bildirirəm. Allah sizi var eləsin. Sağ olun. Nə də lazım olsun, nə sonra yəni Sağ ol, lazım olsa başına kömək dön, edəcəyik. qurban. Allah canınızı sağ eləsin. Sağ ol, Ləmbəran kənd adından, cəmaət adından, xeyriyyət cəmiyyətlərimiz adından və mən heç nəfərə sağ olsun deyirik, təşəkkür edirik, Allah qazancını Cibləri dolu olsun. Allah qazancını artıq eləsin. Elçin əmrin oğlu Dariyak qardaşımız elə maşınla gəldi. Sağ olsun, Allah canınızı sağ eləsin. Ölənlərə rəhmət eləsin. Allah Taala hamısına kömək olsun. Bugünkü gündə mən qaranlıqda qoymadılar. Allah həmişə işıqların Sağ yansın. olun, sağ olun. Minnətdaram sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV Baxşiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.